gedib bunu alladıb, aparıb, gedib adını aformut elədib ki, bu yer də mənimdir. Bax, bu uşaqdan, mən də bu yeri bundan istifadə edirəm. Bunu Camalov Oruç oğlunun adına keçirib, anarın adına keçirib ölüb. Bu yeri gəlib oğlunun adına format eləyir. İndi bilirik ki, elə bu maşinlikdir, nədir, nə civgirici olunan adam elə şeylərmi ki, yaxşı? Elə şey olur, mənim yerimi sən alıyla olar mı elə? Olmur axırı. Allah götürər onu. Marneuli Bələdiyyəsinin Algeti kəndində həmkəndlər arasında torpaq qalmaqalı yaşanır. Çərkəzovlar ailəsinin iddiasına görə, kənd sakini Camal Orucov onları aldadaraq sahib olduqları torpaq sahəsini ələ keçirib. Vüsal Çərkəzovun sözlərinə görə, hadisə 2014-cü ildə baş verib. Onun iddiasına əsasən, Camal Orucov ev tikmək üçün razılıq almaq məqsədi ilə Vüsal Çərkəzova notarial qaydada imza attırıb və bundan sonra torpaq onun mülkiyyətinə keçib. Bu adam 2014-də dəyişilən vaxtı, buna verilən vaxtı, yeri verilən vaxtı öykütürmək istəyirdi. O adından məni aparıb ki, qurban olum, bu öykütürəm, sənin bir dənə qolun lazımdır. Mən də gedib çəkmişəm. Sən demə, o qolla, oğlun adına bu yeri aparırdı. Həm o yeri, həm bu yeri. Ha, yəni elə bil verdiyimə də yiyələnir, buna da yiyələnir. Torpağın əvvəlki sahibi Fatma Bayramova bildirir ki, o bu torpaq sahəsini 1996-cı ildən əkib becərir və bu günə qədər də istifadə edir. 96-cı ildə mən bu torpağı dəyişmişəm, bax bu Vüsallana bala. Elə 96-cı ildə dəyişmişəm. Gəlib bu yeri mən o vaxtdan bu vədə əkmişəm, bu günə qədər hal-hazırda yoncadır. Odarına baxıram, yonca o da biçmişəm, üstündə orada basırmışam, ölüm. Burada da yeməyimə biləm, sütüllü uşağıma qardalı sətmişəm bala. Elə mi ömrüm günüm? Bunun da dilbilməzlərindən istifadə edib, gedib bunu alladıb, aparıb, gedib adını aformut elədib ki, bu yer də mənimdir. Bax, bu uşaqdan, mən də bu yeri bundan istifadə edirəm. Bunu Camalov Oruç oğlunun adına keçirib, anarın adına keçirib ölüm. Bu yeri əkərdim, səpərdim, yoldaşım rəhmətə getdi, eləm ölüm. Ondan sonra da üstü qaranlıq bu yer beləcə durdu, eləm da. Deyirəm, onun adınadır, kətdən qaçmayıb, Cəfər, oğlu, Vüsal. Nə var, onluq bir iş var, mən nə bilim, bu el atan belə iş elədin. Sonra ömrüm gün gördük ki, hamı deyir ki, mənim yerim filanın adı, filanın yeri filanın adıdır. Bu məsələ belə qalxanda, biz də getdik yerimizi yuxlatdıq, bir baxaq görək. Camalov Oruç keçirib öz oğlunun adına, başa düşdüm ömrüm gün, diqqətlə qulaq as, götürsün öz oğlunun adına keçirsin, elə ömrüm gün. Mən də bunu eşdansa yürüdüm, o vardım, onun qapısını etdim. Dedim, bu nə eşdi bizim başımıza açıbsa, bu nə haqq hesabdır. Dedi ki, nə qarmalıyam, mənim 2 uşağım var, aha, yerim burada dardı, balacadır, öyüm birini də aparıb oradan tikdirəcəm. Bax, beləcə. Atım, sən oraya pul sanıyıbsan, oraya bir dənə şax basırıbsan. Bu elin dünyanın gözünə mən bu torpağında pul saymışam. Sən onda haradaydın, nədən ötürü? Zərərçəkənlərin yaxınları və qonşuları da sözgedən torpaq sahəsinin Fatma Bayramovaya məxsus olduğunu təsdiqləyir və baş verənlərdə Camal Orucovu günahlandırırlar. Mənim oğlumu alladıb ki, öyküstürəyəm. Ağlayıb, sıxdıyıb, amanın bir günüdür, hökumət qoymur bizi öyküməyə. Gərək sənin kağızın ola. Bu kağıza sən qol çəksən, biz oradan yer böyükdərəcəyik. O yerdə bununla dəyişmişik. Allahla bu yerdə sən civgirici olan bu. Bu da o yeri qoyub, bu yerə qol çəkdirib. Mənim oğluma alladıb. Bu adam yeri bizə verir, o vaxt mən də bu yerimi buna vermişim. Dəyişmiş, eləmi? Öykülən vaxtda yerin kağızı lazımdır ki, al öyünü tikdir. Eləmi? Amma bu yerin kağızını vermiş ona ki, öyünü tikdir. Eləmi? Biz buru demişdik. Bu da gəlib gizlin yolla bunu dil bilməyib, tanrı tanımayıb, qol çəkdirib ki, öy tikdirirəm. Bu yeri gəlib oğlunun adına format eləyir. İndi bilirik ki, elə bu maşinlikdir, nədir, nə civgirici olunan adam elə şeylərmi ki, yaxşı? Mən el oğlu kimi, qonşu kimi bir-birimizə razılaşıb bu işləri eləmiş. Hamımızda aramızda bu qaz var, ha. Daver eləmişəm, bu ayaqqabı sənin, bu da mənim. Adam belə şeylərmi, belə qohumluq, qonşuluq olarmı? Bu böyünlükdür, deyən bir il dəyi buradan tikirik, savana da oradan tikirik. Hamı da eldə, gündə bilir. Bunlar zəhmətkeş, kənd adamıdırlar, içdək. Ər gözündən qan tökən, Allaha and olsun, arvad, hey gəlib gediblər. Elə oldu ki, bu yerlər paylananda, həmən bu Vüsal dedi ki, mənim orada bir yerim var. Ya bu yerində buradan birində aldı. Dedi, gəl orada dəyişək. Bizim də bütün ham nəsildir. Dedi, laf yaxşı nəsilimin içinə gəlirəm. Dəyişdi yerini. O da gedib, gedib, bunun yerini oradan alıb, Oruc.
O bu gəlib buna format eləyir. Başa düşür, onu alıb buna format eləyir. Yaxşı, onu alırsan, bunu niyə format eləyirsən? Neçə ildir burada bu yer əkir. Neçə il, bəlkə də nə bilim, mən gələndən qabaq yer əkir burada. Yer bunundur. Da ailə adam gəlib girməsin ki, elə şey olur, mənim yerimi sən alıyla olar mı elə? Olmur axırı. Allah götürər mi onu? Öyle götürəmir, öyle olur. Bu da tezdən o anıfdır ki, o yeri əlindən gedib. Məsələ ilə bağlı Algeti kənd sakini Camal Orucovla əlaqə saxladıq. O müsahibə vermək istəməsə də, telefon danışığı zamanı ona qarşı səsləndirilən ittihamları rədd edərək torpaq sahəsini aldığını və bunun üçün 1800 ları ödədiyini bildirdi. Həmkəndlilər arasında baş verən torpaq qalmaqalı ilə bağlı zərər çəkən tərəfin vəkili Rövşən Ziyadəliyevlə də görüşdük. O müsahibə zamanı bildirdi ki, Vüsal Çərkəzova qarşı dələduzluq faktı baş verib və bununla bağlı artıq polisə və məhkəməyə müraciət edilib. Məsələ ilə əlaqədar Çərkəzovlar ailəsi mənə müraciət etdi və mən bunun əsasında polisliyə müraciət etdim, ərizə yazdıq ki, Vüsal Çərkəzova qarşı dələduzluq faktı olubdur. Bu barədə cinayət işi açılıbdır hal-hazırda və bir neçə nəfər dindirilibdir. Məsələ bundan ibarətdir ki, Vüsal Çərkəzovu aldadaraq asan xidmətə aparıblar ki, sən bizə icazə verirsən ki, biz sənin torpağının yanında ev tikək. Bu da bir kəndçi kimi, qonşu kimi xətrə gedib imza atmağa, ancaq bunu aldadıb, torpağını mənimsəyib, öz adlarına keçiriblər alqı-satqı əsasında və məbləğ qeyd olunub həmən yerdə. Xatırlatmaq istəyirəm ki, Vüsal Çərkəzov gürcü və rus dilini bilmir. Buna baxmayaraq, müqavilə gürcü və rus dilində olub yalnız. Onun bildiyi Azərbaycan dilində latın hərflərindən yazılmayıbdır. Bu böyük qanun pozuntusudur və Gürcüstan qanunvericiliyi ilə cəzalandırılır. Biz bundan sonra əlbəttə ki, məhkəməyə də müraciət etdik, həmən mülkiyyətə qadağa qoyulsun deyə və hal-hazırda həmən mülkiyyət qadağadadır. Nə sata bilər, nə başqasına keçirə bilər. Ta ki, biz bu işi bitirənə qədər, yəni polislikdə, məhkəmədə bu iş sona çatana qədər. Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, faktla əlaqədar bir neçə nəfər dindirilibdir və yekunda ümid edirik ki, cinayətkarlar cəzalandırılacaqdır və zərərçəkmişin adına olan, keçmişdə adına olan mülkiyyət geri öz adına keçəcəkdir. Rövşən Ziyadəliyev son dövrlərdə bu kimi halların artdığını qeyd edərək vətəndaşları belə situasiyalarda diqqətli olmağa çağırır. Eləcə xatırlatmaq istəyirəm ki, bu kimi hallar son vaxtlar çoxalıbdır. Əsasən 3 qonşu adından qonşular xətrə gəlir, burada imza atır asan xidmətdə ki, təsdiq edirlər ki, doğrudan həmən mülkiyyət filan adamındır, mülkiyyətə sahiblənib və istifadə edir filan ildən. Ancaq çoxu insan bilmir ki, orada nə yazılıb, məzmununu bilmir. Ona görə də əhaliyə səslənirəm ki, diqqətli olsunlar bu barədə. Nəyəsə imza atanda ilk öncə onu bildikləri dildə oxusunlar. Asan xidmətdən tələb eləsinlər ki, həmən şəkili, göstəriciləri göstərsinlər ki, nəyə imza atırlar, nəyə təsdiqləyirlər.